Azərbaycan-Ukrayna münasibətləri bu iki dost, strateji tərəfdaş ölkə arasında olan münasibətlərdir. Bu münasibətlər hər zaman dostluq, yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı hörmətə əsaslanan bir münasibətlər olub tarixən və mən qeyd etmək istərdim ki, bizim münasibətlərimizdə hər zaman beynəlxalq hüququn norma və prinsipləri üstünlük təşkil edir. Azərbaycan Respublikası Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır, hər zaman tanıyıb və dəstəkləyir. Azərbaycan əraziləri işğal altında olan zaman Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımış və dəstəkləmişdir. Bizim ən böyük arzumuz ən azı ilkin mərhələdə atəşkəsin əldə edilməsi və bu münaqişənin siyasi diplomatik yollarla həllinin Azərbaycan tərəfdarıdır. Bu mənada 15 may tarixində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda, Türkiyə Respublikasında Türkiyənin Xarici İşlər Nazirinin iştirakı ilə apardığı danışıqları biz çox yüksək qiymətləndiririk. Bu faktın özü-özlüyündə artıq bir müsbət inkişafdır. Uzun müddətdən sonra nümayəndə heyətlərinin bir araya gələrək üzbəüz oturub məsələlərin müzakirə edilməsi, eyni zamanda bu danışıqlar nəticəsində indiyə kimi olan ən böyük hərbi əsirlərin dəyişməsi paketinin razılaşdırılması müsbət inkişafdır.